Seymur Baycan, Poeziya gecəsinin təsiri, hekayə. Texnikumda iki şöbə vardı. Aqronomluq və zootexniklik. Osman zootexniklik şöbəsini seçdi, imtahan verib zootexniklik şöbəsində oxumağa başladı. Günlərin bir günü Osman texnikumun həyətində bir neçə yoldaşı ilə dayanmışdı. O artıq ikinci kursda oxuyurdu. Onların qarşısından aqronomluq şöbəsində oxuyan bir neçə qız keçdi. Oğlanlar qızlara baxdılar. Osmanın gözləri qızların arasında öz balacalığı, yığcamlığı, arıqlığı, çevikliyi ilə seçilən qara buğdayı bir qıza dikilmişdi. Yoldaşlar Osmanın balaca qıza lazım olduğundan artıq diqqətlə baxdığını hiss etdilər. Onlardan biri dedi: "Yaman diqqətlə baxırsan. O uşaqlar mən o qızı alacağam. Sən elə danışırsan ki, hər şey həll olunub. Qalıb bircə evlənməyiniz. Mən o qızı tanıyıram, balacalığına baxma, çox sərt qızdır. Sizə deyirəm ki, mən o qızı alacağam. Ala bilməyəcəksin, o qız rəsmən dəlidir. Ağzının danışığını bil, mən o qızı alacağam. Ala bilməyəcəksin. Baxarıq." Osman bu vaxta qədər balaca qızla texnikumda bir neçə dəfə qarşılaşmış və ürəyi döyünmüşdü. Özü də heç cürə başa düşmürdü bu balaca qara buğdayı, heç bir yaraşığı olmayan qız onun ürəyini adi vaxtlarda olduğundan daha tez-tez döyünməyə necə məcbur edə bilir? Görəsən bu qızda nə var ki, Osman ona sakit baxa bilmir. Ağzından anidən çıxsa da mən bu qızı alacam sözlərinə yoldaşlarının inanmamağı Osmanı öz qərarı üzərində daha da inatla durmağa sövq etdi. Hadisə baş verən günün səhərisi Osman texnikumun bufetinə gəlib 3 stəkan kakao və yarım kilo biskvit aldı. Kakaodan içə-içə, biskvitdən yeyə balaca qıza məktub yazdı. Demək, sevgi məktubu yazmaq çox çətin iş imiş. Ağ ürəkdə baş verən təlatümləri bir kağız parçasına necə sığışdırasan? Osmanın sevgi məktubu yazmaqda heç bir təcrübəsi yox idi. Bilmirdi məktuba hardan və necə başlasın. Həmişə insan iradəsinin hər cür çətinliyə qalib gəlməyə qadir olduğunu söyləyən Osman indi öz gücsüzlüyünü, zəifliyini ürək ağrısı ilə hiss edirdi. Bu nə haldır, mən keçirəm. Çox fikirləşdi, axırda qərara gəldi ki, hər şey necə baş veribsə, eləcə də yazsın. Ona görə də məktubu dünən baş vermiş hadisəni, yoldaşları ilə aralarında olan söhbəti yazmaqla başladı. Bunun ardınca qıza qarşı olan sevgisini bacardığı qədər ifadə etdi. Yazdı ki, heç özü də bilmir, niyə qızı görəndə ürəyi döyünür. Lap sonda da qeyd etdi ki, əgər qız onun sevgisinə rədd cavabı versə, o özünü dünyanın ən bədbəxt adamı hesab edəcək. Həyat qısadır və əksər kişilər öz talihlərinin qadınını tapmadan bu dünyadan o dünyaya köçəcəklərindən qorxurlar. Osmanın məktubuna cavab gəlmədi. O təşvişə düşdü. O Osmanı fikir götürdü. Birdən məqsədinə nail ola bilmədi. Yoldaşları onu lağa qoyacaqlar. Deyəcəklər, bu boyda kişi balaca bir qızın qarşısında aciz qaldı. Balaca bir qızın ürəyini əl ala bilmədi. Axı necə oldu ki, qızla bir kəlmə kəsməmiş yoldaşlarının yanında bu qızı alacağına söz verdi. Belə də axmaqlıq olarmı? Osman ikinci, üçüncü məktubunu yazıb qıza göndərdi. Cavab gəlmədi. Nəhayət qızın özü ilə danışmaq qərarına gəldi. Bir gün qız texnikumdan çıxarkən ona yaxınlaşdı. Qıza salam verdi. Qız salamı çox soyuq aldı. Hirsli Osmana baxdı. Osman bədəncə çox sağlam oğlan idi. Boyu çox uca olmasa da biləkləri yoğun, qolları qüvvətli, kürəyi enli idi. Qüvvətli olmasına baxmayaraq davadalaşı heç sevmirdi və bacardığı qədər davadalaşdan uzaq qaçırdı. İndi bu qüvvətli oğlan balaca bir qızın qarşısında onun baxışları altında əzilirdi. Bunu necə izah etmək olar? Bunun adı sevgi deyilsə bəs nədir? Qız ona baxmadan hirsli dedi. Cəsarətli olmaq yaxşı şeydir, amma cəsarətlə sırtıqlığın sərhədini müəyyən etmək hər bir oğlan borcudur. Qızla bir kəlmə danışmadan onunla evlənəcəyi haqqında yoldaşları qarşısında söz verən oğlanı heç cürə ciddi oğlan kimi qəbul edə bilmərəm. Osman nə desin, hansı sözlərlə hərəkətlərinə bəraət qazandırsın, o iradəsini səfərbər edib bu sözləri deyə bildi. Mən bu qərara birdən gəlməmişəm. Sizə çoxdan baxıram, siz məktublarınıza cavab yazmayacam. Xahiş edirəm onları mənə göndərməyin. İşim çoxdur, məktub oxumağa vaxtım yoxdur. Mənim sizə bir tövsiyəm var. Bundan sonra qızın fikrini öyrənməmiş, qızın ürəyinə bələd olmamış, onunla evlənəcəyiniz haqqında başqalarının yanında bəyanat verməyin. Bu düzgün hərəkət deyil. Sizin fikrinizlə mənim sözlərimlə hərəkətlərim arasında ziddiyyət var. Qız başını xoruz kimi diş tutaraq əlini saçında gəzdirdi və qürurla dedi. Ağlınıza gələn sözü düşünmədən dilinizə gətirdiyinizə görə peşman deyilsiniz. Sizin sualınıza qəti cavab vermək mümkün deyil. Şəkil kitabın bir vərəqindən o biri vərəqinə tullana bilmədiyi kimi biz də heç vaxt bir yerdə ola bilmərik. Şəklin bizə nə dəxli var?
Mən sözümü dedim, xahiş edirəm, bir də məni narahat etməyin. Əgər bir də məni narahat etsəniz, mən direktora yazılı surətdə şikayət etməyə məcbur olacağam. Balaca qız bu sözlər deyərkən öz xarici görkəminin hansı vəziyyətdə olduğunu unutmuşdu. Biz insanlar istisna hallarda öz xarici görkəmimizin hansı vəziyyətdə olduğunu dərk edirik. Həyatımızın çox hissəsini necə göründüyümüzü dərk etmədən yaşayırıq. Qız sözünü deyib getdi, Osman yerində qaldı. Aradan bir il keçdi. Bu bir ildə Osman qıza məktub yazmasa da, onunla söhbət etməsə də fikrindən dönmədi. Bir gün texnikumda poeziya gecəsi keçirilirdi. Xalq şairi Elnur Aslanbəyli poeziya həvəskarlarının görüşünə gəlmişdi. Görüş texnikumun akt zalında keçirilirdi. Texnikumun tələbələri şairlə görüşə çox bərk hazırlaşmışdılar. Zalın döşəməsini xlorlu su ilə yumuş, divarlara xalq şairinin şəkillərini vurmuşdular. Qırmızı məxmərlə örtülmüş stolun üstünə içi su ilə dolu qrafin 3 stəkan qoymuşdular. Qrafinin və stəkanların ətrafına isə qızıl gül ləçəkləri düzmüşdülər. Hər şey qaydasında idi. Şairi rahatlıqla qəbul etmək olardı. Bununla belə şeirlərini əzbər bildikləri şairi yaxından görəcəkləri ehtimalı poeziya həvəskarlarını həyəcanlandırmışdı. Onlar heç cürə öz həyəcanlarının öhdəsindən gələ bilmirdilər. Onlar şeirlərini əzbər bildikləri şairi yaxından görəcəklərini hələ də inana bilmirdilər. Görüşün təşəbbüskarı ədəbiyyat müəllimi idi. Görüş axşam saat 6-ya təyin olunmuşdu. Saat 6-nın yarısında texnikumun akt zalı artıq ağzına qədər poeziya həvəskarları ilə dolmuşdu. Ayaq üstə dayananlar da vardı. Tələbələr ədəbiyyat müəlliminə tez-tez yaxınlaşır, ona xalq şairi ilə əlaqəli müxtəlif səpkili suallar verirdilər. Bu suallar ədəbiyyat müəllimini bezdirdi. Müəllim, deyirlər o çox utancaq adamdır. Sualı ilə ədəbiyyat müəlliminin səbir kasası daşdı. Ədəbiyyat müəllimi sual verilməsini qadağan etdi və dedi, darıxmayın, birazdan şair gələcək, özünüz hər şeyi görərsiniz. Elə bu vaxt bir tələbə qaçaraq sala girdi və qışqırdı, müəllim, gəlirlər. Ədəbiyyat müəllimi qonağı qarşılamaq üçün zaldan çıxdı. 5 dəqiqə sonra xalq şairi Elnur Aslanbəyli direktorun və ədəbiyyat müəlliminin müşayiəti ilə zala daxil oldu. Zalda əyləşən poeziya həvəskarları ayağa qalxdılar və xalq şairini alqışla qarşıladılar. Direktor, ədəbiyyat müəllimi və xalq şairi üstünə qırmızı məxmər örtük salınmış stolun arxasına keçdilər. Zalda tam sakitlik yaranandan sonra texnikumun direktoru ayağa qalxdı. Əvvəlcə vaxt tapıb poeziya həvəskarlarının görüşünə gəlmiş qonağı salamladı. Ona texnikum müəllim və tələbə kollektivinin adından öz minnətdarlığını bildirdi. Sonra şairin həyat və yaradıcılığından danışmaq üçün sözü ədəbiyyat müəlliminə verdi. Direktor oturdu. Ədəbiyyat müəllimi ayağa qalxdı. Hörmətli müəllimlər və tələbələr, əziz poeziya həvəskarları, bugün görüşünə yığışdığımız xalq şairi Elnur Aslanbəyli 6 dekabr 1937-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində zəhmətkeş ailədə dünyaya gözünü açmışdır. Elnur müəllim 1954-cü ildə doğulduğu kənddə orta məktəbi əla qiymətlərlə, 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Universiteti fərqlənmə diplomu ilə bitirməsinə baxmayaraq, Elnur müəllim zəhmətdən qorxmamış, kitab mağazasında əvvəlcə satıcı, sonra isə baş satıcı işləmişdir. O, öz zəhmətkeşliyi sayəsində mağazanın kollektivini və alıcıların hörmətini, etimadını qazanmışdır. Kitab mağazasında xeyli təcrübə yığdıqdan sonra sevimli şairimiz yazıçı nəşriyyatında işə düzələrək nəşriyyatın təbliğat şöbəsində təbliğatçı, baş təbliğatçı, şöbə müdürü, poeziya şöbəsində redaktor vəzifələrində çalışmışdır. Daha sonra Mozalan satirik jurnalının baş redaktoru vəzifəsinə təyin edilmişdir. Həmçinin Ulduz və Azərbaycan jurnallarının redaksiya heyətinin üzvü olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Elnur müəllim yaradıcılığa çox erkən yaşlarına başlamışdır. Fitri istedada sahib olması, poeziya bütövlükdə sənəti olan qızğın ehtirası tezliklə onun ədəbi üfüqləri tərəf qanad açmağa məcbur eləmişdi. Onun Kənd qızı şeiri 10 yaşında Qızıl Bayraq qəzetində dərc olunmuşdur. İlk şeirləri ilə oxucuların diqqətini özünə cəlb edə bilmişdir. Şair harayı, mən sənin qəlbinə necə yol tapım, mən bir dağ çayıyam, özün bastırdığın ağaca söykən, bir daha kimsəni sevmə, ay ürək, bu gecə nədənsə yata bilmirəm, mən sənin haqqında çox şey bilirəm, şeirlər kitabının müəllifidir. Şeirləri Sovet xalqlarının və digər xarici xalqların dillərinə tərcümə olunmuşdur. Kitabları Polşada, Çexoslovakiyada, Yugoslaviyada, Rumuniyada, Macaristanda, Yəməndə, Vyetnamda, Hindistanda, İraqda, Misirdə, Çində və digər ölkələrdə nəşr edilmişdir. Polşanın Poznan şəhərinin fəxri sakinidir. Elnur müəllim həm də peşəkar tərcüməçi kimi tanınmışdır. Turgenevin, Korolenko'nun, Aytmatovun,
Şuşkinin müxtəlif əsərlərini böyük ustalıqla doğma dilimizə çevirmişdir. Elnur müəllim hələ uşaqlıqdan şeirə böyük həvəs göstərmişdir. Xalq nağıllarına, dastanlarına məhəbbət onun yaradıcılığına öz təsirini müsbət mənada göstərmişdir. Onun şeirləri ədəbi cərəyanlardan uzaqda durur və yalnız şairin şəxsiyyətini, təbiətə, insanlara, torpağa bağlılığını ifadə edir. Sevimli şairimiz şeirlə bərabər həm də pyeslər də yazmışdır. Müəllifi olduğu Quşu Uçan Budaqlar pyesi Naxçıvan, Bakı, Gəncə, Yerevan dram teatrlarında tamaşaya qoyulmuşdur. Elnur müəllim uşaqlıq illərimin ən çox sevilən şairlərindən idi. Təkcə mənimmi? Əslində bütün həmyaşıdlarımın sevimlisi idi. Ən çox oxunan, əzbərlənən şeirlər məhz Elnur müəllimə məxsus idi. Ana dili dərsliyində dərc olunan ən gözəl uşaq şeirlərinin müəllifi Elnur Aslanbəyli olub. Neçə-neçə nəsil uşaq bağçasında, məktəbdə onun şeirləri ilə tərbiyələnib. Vətənə, torpağa, təbiətə, atanaya, bacı qardaşa, dosta sevgini məhz onun şeirlərindən öyrəniblər. Məsuliyyətlə demək olar ki, Elnur müəllimin şeirləri bu gün də aktualdır, müasir səslənir, sevilir. Bu şair xoşbəxtliyi deyilmi? Tali mənə onunla şəxsi tanışlıq nəsib etməmişdi. Ustad sənətkarın yalnız şeirləri, əsərləri ilə tanış edim. Bu gün Elnur müəllimi yaxından görmək xoşbəxtliyi mənə nəsib oldu. Elnur müəllim təkcə böyüklər üçün deyil, uşaqlar üçün də çoxlu şeirlər yazmışdır və uşaq şairi kimi özünü təsdiq etmişdir. Ustad sənətkarın balaca balalar üçün qələmə aldığı şeirlər, nağıllar, kiçik pyeslər və təmsilləri uşaq ədəbiyyatının qiymətli incilərindən sayılır. Uşaqlar tərəfindən böyük maraqla qarşılanır, oxunur, sevilir, dillər əzbərinə çevrilir. Bu onun uşaq psixologiyasına, uşaqların mənəvi dünyasının incəliklərinə dərindən bələd olmasından xəbər verir. Uşaqların qəlbinə yol tapmaq heç də hər bir şairə nəsib olmur. Elnur Aslanbəylinin şeirləri mövzu etibarilə fərqli olsa da, bu şeirlərin hər birində ustad sənətkarın hiss və həyəcanı, sevinç və kədiri, həssas qəlb çırpıntıları diqqət çəkir. Gözəl musiqi duyumu Elnur müəllimi nəğməkar şair kimi daha da şöhrətləndirib. Təsadüfi deyil ki, onun həddən artıq axıcı, həzin lirikasına zəmanəmizin görkəmli bəstəkarları müraciət etmiş, gözəl mahnılar yazmışlar. Hal-hazırda bu mahnılar ayrı-ayrı müğənnilərimizin repertuarını bəzəyir. Elnur müəllimin mənalı, parlaq, əsəd aparlası ömür yolu bugünkü gənclər üçün əsl həyat məktəbi örnəkdir. Bu gün də əvvəlki tək gənclik eşqi ilə yaşayıb və yaradır. Heç də hər bir şairə ustad adını qazanmaq nəsib olmur. Elnur müəllim isə öz yaradıcılığı ilə bu adı qazanmağı bacarıb. İnanıram ki, ömrünü, həyatını ədəbiyyatımızın zənginləşməsinə həsr edən ustad sənətkarın əməyi bundan sonra da xalqımız tərəfindən layiqincə qiymətləndiriləcəkdir. Mən bu çıxışı hazırlayarkən onun sənət dünyasına zəngin və rəngarəng yaradıcılıq xəzinəsinə bir daha baş vurdum. Elnur Aslanbəyli irsini bir daha öyrəndim. Onun əsərlərində vətəninə, xalqına, doğma dilinə çox güclü bağlılıq var. Onun bənzərsiz poetik təfəkkürünə heyrətlənməmək mümkün deyildir. Elnur müəllimi sətirlərindən boylanan nəşsətverici fikirləri oxucuları, insanları dərindən düşünməyə, ədalətə, insanpərvərliyə, xoş niyyətlərə sövq edir. O lirik olduğu qədər həm də satirik şairdir. Mirzə Ələkbər Sabir kimi ölməz sənətkarın yolunu davam etdirərək satirik üslubda sənət inciləri yaratmışdır. Dövrünün eybəcərliklərini kəskin və barışmaz qələminin hədəfinə çevirərək cəmiyyətimiz üçün zərərli tendensiyaları usanmadan ifşa edir. O elə ustalıqla tənqid edir, onun tənqidlərini, faktları heç kim inkar edə bilmir. Elnur müəllimin satirası məhv etmək üçün bir alət deyil. Onun satirası insanları tərbiyələndirən, insanlara islah edici təsir göstərən gözəl vasitədir. Xüsusən mənim daim güclüdür. Nadanın məsləhəti, Arsız ol 100 il yaşa adlı şeirlərində Elnur müəllim öz kəskin satirası ilə meşşən təbiətli adamları, tüfeylləri, pulgirləri, tamahkarları, bürokratları, mənsəbpərəstləri, boşboğazları neştərləyir, onları sağaltmağa çalışır. Lakonikliyə, fikrini yığcam şəkildə ifadə etmək bacarığına malik olması Elnur müəllimin satiralarında da özünü biruzə verir. Elnur Aslanbəylinin əsərləri arasında bir poema diqqəti daha çox çəkir. Bu Ögey ana poemasıdır. Bildiyiniz kimi Ögey ana problemi bugün dünyanı düşündürən ən ciddi problemlərdən biridir. Çünki dünyada ögey analara ikili münasibət vardır, müsbət və mənfi. Şair bu poemada ögey anası tərəfindən əzilən, həyatı zillətdən dözülməz hala gələn bir qızın faciəsini təsvir edir. Azərbaycan xalqının mərd oğul və qızlarının zaman-zaman cəbhələrdə, döyüşlərdə göstərdikləri şücaətlər, qəhrəmanlıqlar hərb tariximizin parlaq səhifələrini təşkil edir.
Cəsur, mərd oğul və qızlarımızın hünərləri şair və yazıçılarımız tərəfindən daim ustalıqla qələmə alınır və yazılan əsərlər gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmalarına xidmət edir. Yaradıcılığında müharibə mövzusuna müraciət edərək qiymətli sənət inciləri yaradan ustad sənətkarlardan biri də xalq şairi Elnur Aslanbəyli olmuşdur. Onun Hücum, Bacardan qədər gözlə, Koroğlu, Qəhrəmanın vəsiyyəti, İldırım şeirlərində vətənə sədaqət, qələbəyə dərin inam, niçbinlik poetik ifadə olunaraq ustad sənətkarın istedadının yeni imkanlarını aşkara çıxarmışdır. Elnur müəllimin tarixi mövzuda yazdığı şeirləri oxucunu elə ilk misralarda həyəcana, təlatümə gətirir. Bu isə əsl sənətkara məxsus olan bir keyfiyyətdir. Onun belə bir keyfiyyətə malik olması səbəbsiz deyildir. Elnur müəllim şeir yazmaq xatirinə şeir yazmır. O başqalarını dərdini öz dərdi kimi qəbul edir. Bu şeirlərdə müharibə zamanı arxa cəbhədə fədakarlıq göstərən sadə insanların, əmək adamlarının nə qədər böyük zəhmətə qatlaşmaları, onların çəkdikləri ağır sıxıntılar, yaşadıkları əzab-əziyyətlər, intizarlar poetik dildə ümumiləşdirilmiş şəkildə təsvir olunur. Arxa cəbhədə gecəni gündüzə qatıb yorulmaq, istirahət bilmədən zəhmət çəkən minlərlə ata-ananın, bacı-qardaşın, qız gəlinlərin qələbəyə dərin inamını, arzularını, mənəvi dünyalarını şair öz şeirlərində məharətlə vermişdir. 20-ci əsr Azərbaycan ədəbiyyatının inkişafında, həmçinin gənc şairlərin yetişməsində, püxtələşməsində Elnur Aslanbəylinin böyük rol olmuşdur. O bir ağsaqqal şair kimi təmkini, xeyirxahlığı, tənqidə dözümlüyü ilə ünsiyyətdə olduğu gənc şairlərin hörmət və rəğbətini qazanmışdır. Elnur müəllimin bənzərsiz yaradıcılığı həmişə yaşardır. Ədəbi olaraq bizimlə qalacaqdır. Çünki əsl sənət ölmür, daim qəlblərdə yaşar və müasir qalır. Elnur Aslanbəylinin həyat və yaradıcılığı haqqında saatlarla danışmaq olar. Qiymətli vaxtınızı almamaq üçün mən şair haqqında bacardıqca qısa məlumat verməyə çalışdım. Yaxşısı budur, gəlin şairin özünü dinləyək. Ədəbiyyat müəllimi oturdu. Xalq şairi Elnur Aslanbəyli ayağa qalxdı. Çıxışına başlamamışdan əvvəl qrafini götürüb stəkana su tökdü. 2-3 qurtum su içib boğazından çıxaracağı sözlərin yolunu islatdı və çıxışına başladı. Gecə çox maraqlı keçdi. Şair poeziya həvəskarlarının çox saylı xahişlərini nəzərə alıb çoxlu şeir oxudu. Oxuduğu şeirlərin çoxu oğlan-qız məhəbbətinə həsr olunmuşdu. Şairin öz dilindən səslənən şeirlər zalda əyləşənlərin hərəsinə müxtəlif dərəcədə öz təsirini göstərdi. Şeirlərdən təsirlənən adamlardan biri də Osmanın neçə vaxtdır inadını qıra, ürəyini ələ ala bilmədiyi balaca qarabuğdayı qız idi. Poeziya gecəsi uğurla başa çatdı. Hamı razı qalmışdı. Binadan çıxan gecənin iştirakçıları 1-1, 2-2, 3-3 müxtəlif istiqamətlərə gedirdilər. Osman texnikumun həyət darvazasının yanında dayanıb balaca qızı gözləyirdi. Qız binadan çıxıb həyət darvazasına çatanda Osman ürəklənib ona yaxınlaşdı, amma danışa söz deyə bilmədi. Onlar dinməz söyləməz kiçik addımlar ata-ata yataqxanaya tərəf üz tutdular. Bu inanılmaz dərəcədə sakit addımlamaq idi. Elə bil oğurluğa, kəşfiyyata gedirdilər. Yollarının ayrılacaqları yerə yaxınlaşdıqca Osman addımlarını daha yavaş atırdı. Düşünürdü ki, birazdan ayrılacaqlar. Hərəsi bir tərəfə gedəcək və bir daha görüşməyəcəklər. Kölgəsi diblərinə çökmüş ağaclar xəstə yanında dayanmış qəmgin qohumlara bənzəyirdilər. Ürəyində gedən proseslərin nəticəsində hər şey Osmana kədərli və şairənə görünürdü. Körpünün üstündə Osman danışmağa başladı. Qıza olan sevgisini ifadə etdi. Poeziya gecəsində eşitdiyi sevgi şeirlərindən təsirlənmiş, qızın daha müqavimət göstərməyə gücü qalmamışdı. Gücü tükənmişdi. Qız Osmana razılıq verdi ki, onun ailəsinə elçi göndərsin. Körpünün üstündə gənclər arasında əhd peyman bağlandı. Yaxınlıqdakı evlərdən birində xoruz qanatlarını çırpdı. Bu söhbətdən bir neçə gün sonra texnikumun tələbələri tətilə çıxdılar. Evdə Osman Qaradəmir kəndindən bir qız sevdiyini anasına dedi. Elçi göndərmək qərarına gəldilər. Osmanın təxminən 105-110 yaşında bütün ömrünü çobanlıqda keçirmiş Zeynal adında gümrah bir babası vardı. Heç kim bu kişinin neçə yaşı olduğunu dəqiq bilmirdi. O nəvəsinin Qaradəmir kəndindən qız sevdiyini eşidəndə çox sevindi. Çünki bu kişi elçiliyə getməyi çox sevirdi. Zeynal baba hamıya bəyan etdi ki, elçiliyə özü həm də tək gedəcək. Səhərisi Zeynal baba gözəl bir ağ ata minib birbaşa Qaradəmir kəndinə getdi. Qızın yaşadığı evi soraqlaşıb tapdı. Darvazadan həyətə girdi. Evə məhrəm adam kimi atını tut ağacına bağladı.
Həyətdə üzüm tənəkləri vardı. Zeynal baba bir salxım üzüm qoparıb yeməyə başladı. Bu zaman qızın atası həyətdə bir qoca kişinin üzüm yediyini gördü. Yaxına gələndə Zeynal babanı tanıdı. Zeynal baba mahalda çox məşhur adam idi. Hamı onu tanıyırdı. Bu kişi ömür boyu bacardığı qədər hər kəsə yaxşılıq etmişdi. Bir nəfərə də zərəri toxunmamışdı. Zeynal babanın sevimli, nurlu sifəti vardı. Onunla ünsiyyətdə olanlar müsbət energiyalar, rahatlıq tapardılar. Xoş rəftarı ilə ətrafdaşların dərin hörmət və rəğbətini qazanmışdı. Xeyir ola Zeynal babam. Evinizin qabağından keçirdim. Üzümü gördüm. Xoşuma gəldi. Tamahımı saxlaya bilmədim. Həyətə girdim ki, bir salxım qoparıb yeyim. Yəqin məni qovmazsan. Öz evindir Zeynal baba. Yaxşı eləyib gəlmisən. Bu həyat baca sənə qurbandır. Burada niyə dayanmısan? Çıxaq yuxarı. Yol gəlmişkən çay çək, çörək yeyək. Zeynal baba təklifi məmnuniyyətlə qəbul etdi. Eyvana çıxdı, əl üzünü yudu. Bu zaman qarabuğday, arıq, balaca bir qız yaxına gəlib Zeynal babaya əl üzünü qurulamaq üçün sarı rəngli dəsmal uzatdı. Zeynal baba dəsmalı alanda qıza diqqətlə baxdı və düşündü. Osmanın seçdiyi qız yəqin budur. Çox arıqdır. Doğanda ölməsə yaxşıdır. Allah axırını xeyir eləsin. Süfrə açıldı, ortaya yemək gətirildi. Lakin Zeynal baba yeməyə əlini vurmadı. Zeynal baba, bismillah elə. Mən işimi görməyincə heç bir şey yemərəm. Boğazımdan getməz. Adətim belədir. Kişilərə söz vermişəm, əli boş qayıtmaram. Zeynal baba çörəyini ye, sonra söhbət edərik. Qızın atası ondan xahiş etdi. Zeynal baba bu evə nə məqsədlə gəldiyini təmkinlə nəql etdi. O çox rəvan danışırdı. Səsində bir qram da həyəcan əlaməti duyulmurdu. Sanki söhbət əhəmiyyətsiz bir mövzu haqqında gedirdi. Elçilik işində onun böyük təcrübəsi vardı. Hələ bu vaxta qədər elçi getdiyi evdən bir dəfə də olsun əli boş qayıtmamışdı. Hər yerdən əli dolu qayıtmışdı. Qızın atası Zeynal babanın nitqini təmkinlə dinlədi və dedi. Zeynal baba, sən əli boş qaytarlası kişilərdən deyilsən. Qız sənə qurbandır. Xahiş edirəm çörəyini ye. Zeynal baba, indi hünəriniz var, məni doydurun, dedi və iştahla yeməyə başladı.